Kanala abone olmağı ve videonu beğenmeyi unutmayın. Hoş izlemeler. Axşamınız xeyir olsun. İctimai Televiziyanın efirində UEFA Çempionlar Ligasının həyəcanına start verilir. Mikels ötürmə vermək lazımdır. Simic olmadı. Səkli sola. Zərbəsi Lepinitsa'dan. Topu qapı qarşısına qoyur. Zərbə top qapıdan keçmədi. Aleksey qın üzərinə getdi. Yenidən pressing aldı. Top zərbə top qapının üstündən keçir. Yenidən Simic. Belko. Simic və zərbə və top qapıdan keçir. Etirazlar var. İndi hakim. Bəli, hakim qolu ləğv etdi. Həmlə davam edir. Lepinitsa! Bunu da qarşıladılar. Kasim Adams. Zağımı Mikels və qapçı. Təkrar zərbə qapı direği. Kupsun bəxt ayaq üstündədir. İvan Lepinitsa ara ötürməsi. Zərbə gol! Velko Simic! Burada Paris saxlamadan vurdu ancaq. Dəstəyə gəlir. Puxaç göndərir. Baş zərbəsi olmadı. Kahim Paris göndərir. Baş zərbəsi bu dəfə qapçı Kraydel. İsayev vur. İsayev vurmadı. Qapı qarşısına göndərir. Zərbə vurmaq qoymamaq lazım. Bakatılov topu tutur. Umar Ali Rahman Aliyev bu penaltı olmalıdır. Yoxdur hakim. Yoxdur deyil. Joel Mikels vurdu, qapıcı qaytardı. Lepinitsa'nın qarşısına düşür. Lepinitsa'nın zərbəsi və indi Umar Ali'nin zərbəsi. Hücumu təhlükəli ola bilər. Moreno top qapının üstündən keçdi. Komandasında və Lukasz Kuzma qarşılaşmanı bitirir. Sabah Kups üzərində 1-0 hesablı qələbə qazanır. Hər vaxtınız xeyir olsun. İctimai Televiziyanın efirində əl aldı aparır. Mikels və qapısı. Qapı qarşısına göndərilən top baş zərbəsi. Çox təhlükəli idi Moreno. Tenanen və bunu da qarşılaya bildi. Dimiz gətirdi, verdi ona. Kahim Paris və qapısı Krayda. Sola çevirdi. Puxaçdı bu. Puxaç göndərir. Gol! Topun istiqamətini dəyişərək Frans Mikels Umar Ali ilə oynayır. Umar Ali, Rahman Aliyev qapı direği. Bu dəfə Kupsun bəxti gətirir. Joy, Lens, Mikels, vur Mikels. Ancaq top qapının üstündən keçir. Paralel qapı qarşısında Mikels. Gol, 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 gol. Joy, Lens, Mikels. Johannes Kraydel və Gallerovic oyunu bitirir. Sabahın tarixi uğuru rəsmiləşir.